Herkese salam. Bugünkü videoda 17 Mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının izahını paylaşacağım. Başlayaq sualların izahına. 61-ci sual. Nöqtələrdən neçəsi A düz xəttinə aid deyil? Biz görürük ki, FPM nöqtələri A düz xəttinin üzərindədir. Deməli, A düz xəttinə aiddir. Qalan 4 nöqtə isə A düz xəttinin üzərində deyil. Deməli, bu 4 nöqtə A düz xəttinə aid deyil. Cavab D variantı. 62-ci sual. Çoxhəllisini vurğulara ayırın. Baxanda görürük ki, hər iki ifadədə A dəyişəni ortaqdır. Biz 5-i də ortaq çıxartsaq, çoxhəllini vurğulara ayıra bilərik. 5A-nı mötərizə xaricinə çıxartsaq, x kvadratı çıxılsın 4 qalır. 4 2-nin kvadratıdır və biz A kvadratı çıxılsın B kvadratı düsturundan istifadə etməklə bunu vurğulara ayıra bilərik. 5A x çıx 2 x üstəgəl 2. Cavab olur Y variantı. 63-cü sual. Üçbucağın bir daxili bucağı 44 dərəcə, xarici bucaqlarından biri 138 dərəcə olarsa, üçbucağın ən kiçik daxili bucağını tapın. Bir daxili bucağı 44 dərəcədir. O birisi daxili bucağını tapmaq üçün 180-dən 138-i çıxmalıyıq. 42 dərəcə. Çünki bir daxili bucağın və ona bitişik xarici bucağın cəmi 180 dərəcə olur. Bir daxili bucağı 44-dür, biri 42. Üçüncü daxili bucağı tapmaq üçün üçbucağın daxili bucaqlarının cəmi olan 180-dən digər ikisinin cəmini çıxırıq. Üçüncü daxili bucaq olur 94 dərəcə. Amma bizdən üçbucağın ən kiçik daxili bucağını soruşur. Ən kiçik daxili bucağı 42 olur A variantı. 64-cü sual. İfadənin qiymətini tapın. İlk öncə mötərizənin içərisindəki ifadəni müxtəsər vurma düsturunun köməyi ilə kvadrata yüksəldək. Birinci ifadənin kvadratı çıxılsın 2 vurulsun. Birinci ifadə 5 kökdə 2 vur 2 kökdə 3 üstəgəl ikincinin kvadratı. Bunu hesablayaq. 5 kökdə 2-nin kvadratı 25 vurulsun 2 çıxılsın. Bu ifadənin cavabı olur 20 kök altında 6 üstəgəl 2 kökdə 3-ün kvadratı olur 4 vurulsun 3. Bunu hesablayaq. 50 çıxılsın 20 kök altında 6 üstəgəlinsin 12 bərabərdir 62 çıxılsın 20 kök altında 6. Bu ifadənin qiyməti tapdıq 62 çıxılsın 20 kökdə 6-dır. Şərtdə bir də bu var idi. Üstəgəl 20 kökdə 6. Bunun üstünə 20 kökdə 6 gəlsək, islah olacaq, qalır 62. Cavab olur B variantı. 65-ci sual. Tənliyi həll edin. İfadəni məxrəcdən azad etmək üçün hər tərəfi 5 və 2-nin əkəbi olan 10-a vuraq. Birinci tərəfi 10-a vursaq, 10 vurulsun, 4 üstəgəl 1 çıxılsın, 3x bölünsün 5. Bərabərdir 10 vurulsun, mənfi x çıx 5 bölünsün 2. 10 vurulsun 4 40 üstəgəl 5 ilə 10 ixtisar gedir 2 qalır. 2 vurulsun 1 çıx 3x bərabərdir 10 ilə 2 ixtisar gedir 5 qalır. Mənfi nəzər alsaq mənfi 5 x çıxılsın 5. Bu tənliyi həll eləyək. 40 üstəgəlinsin 2 çıx 6x mənfi 5x üstəgəlinsin 25. 6x-i sağ tərəfə keçirsək müsbət 6x olacaq. 6x çıxılsın 5x bərabərdir x. 25-i sol tərəfə keçirsək x bərabərdir 42 çıxılsın 25. Onda x bərabər olur 17-yə. Cavab A variantı. 66. Ədədlərdən neçəsi təkdir? 2-yə qalıqsız bölünən bütün ədədlər cüt ədədlərdir. Cüt ədədlər çıxsaq yerdə tək ədədlər qalır. 22, 88, 100, 300. Bunlara çıxsaq 55, 63, 303 və 399 tək ədəd olur. Deməli 4 dənə tək ədəd var. 67-ci sual. Tənliyin neçə həqiqi kökü var? Tənliyin köklərinin sayını soruşursa diskriminant hesablamaq lazımdır.
İlk öncə tənliyin əmsallarını yazaq. A bərabərdir 1-ə, çünki x kvadratın əmsalı 1-dir. B bərabərdir 6-ya, C bərabər olur 12-yə. Diskriminant bərabərdir B kvadratı çıxılsın 4AC. Dəyişənləri yerinə yazıb hesablayaq. B-nin kvadratı 36 çıxılsın 4 vurulsun 1 vurulsun 12. 36 çıxılsın 48 bərabərdir -12-yə. Diskriminant sıfırdan kiçik alındı. Deməli, bu kvadrat tənliyin həqiqi kökü yoxdur. Cavab olur B variantı. 68-ci sual. Bir neçə kürəci Arif və Günay arasında sayları uyğun olaraq 2 və 3 ilə düz mütənasib olmaqla bölüşdürüldü. Günaya Arifdən 10 kürəci çox düşərsə, ümumi neçə kürəci bölüşdürüldü? Arifə 2K qədər, Günaya isə 3K qədər kürəci verildi. Amma Günaya verilən kürəci Arifə verilən kürəcikdən 10 dənə çoxdur. Deməli, 3K-dan 2K-nı çıxsaq, 10 dənə kürəcik qalır. Beləliklə, K 10-a bərabər olur və bizdən ümumi neçə kürəcik olduğunu soruşur. Ümumi kürəciklərin sayı 2K üstəgəl 3K 5K-ya bərabərdir. K-nı 10 tapdıq. Deməli, 50 dənə kürəcik olub. Cavab B variantı. 69-cu sual. İfadəni sadələşdirin. 2 kəsiri böləndə birinci kəsiri olduğu kimi saxlayıb, ikincini onun tərsinə vurmaq lazımdır. Yəni, bu kəsirin tərsini yazmalıyıq. 4C kvadratı bölünsün A kvadratı B. Bu C ilə buradakı C-nin biri ixtisar olunur. A kvadratlar ixtisar olunur. B-lər ixtisar olunur. Qalır 4 vurulsun 4C. 4 vurulsun 4C bərabərdir 16C. Cavab C variantı. 70-ci sual. Bucaq BAC 40 dərəcə olarsa, BC qövsünün dərəcə ölçüsünü tapın. Bucaq BAC daxilə çəkilən bucaq olduğuna görə söykəndiyi qövsün yarısına bərabərdir. Əgər bu 40-a bərabər olarsa, onda BC qövsü 40 vurulsun 2. 80 dərəcəyə bərabər olur. Cavab D variantı. Diaqramda 2 ay ərzində satılan məhsulların sayı göstərilib. Yanvar ayında satılmış skaner və printerlərin cəmi, fevral ayında satılmış mouse və notebookların cəminin neçə faizini təşkil edir? Cədvəldən yanvar ayında satılmış skaner və printerlərin sayını tapaq. Deməli, bizə bu hissə lazımdır, printer və skaner. Çünki ağ hissə olan yanvar ayıdır. Fevral ayında satılmış mouse və notebook. Fevral ayı qara xətlə göstərilib. Bizə bu hissə lazımdır və bu hissə lazım olur. Deməli, ilk öncə yanvar ayında satılan printer və skanerə baxaq. Printer 20-dir. 20 dənə printer satılıb. Skaner isə 40 dənə satılıb. Deməli, 20 üstəgəl 40. Ümumilikdə 60 dənə məhsul satılıb yanvar ayında. Fevral ayında satılmış notebookların sayı 10 ilə 50 arasındadır. Deməli, 40 dənə notebook satılıb. Fevral ayında satılan mouseların sayı isə 40 ilə 100 arasındadır. Deməli, 60 dənə də mouse satılıb. Fevral ayında da 100 məhsul satılıb. Və bizdən yanvarda satılan məhsulun, fevral ayında satılan məhsulun neçə faizini təşkil etdiyini soruşur. 60 bölünsün 100, vurulsun 100%. Cavab olur 60%. Yəni C variantı. 72-ci sual. İfadənin qiymətini tapın. Belə bir qayda var ki, Əkob AB bölünsün Əbob AB həmin ədədlərin ortaq olmayan vurğularının hansına bərabərdir? Deməli, 60 və 80-in ortaq olmayan vurğuların hansını tapsaq, əslində bu ifadənin cavabını tapmış oluruq. 60 və 80-in vurğuları ayıraq. Səysəni vurğulara ayıraq. İndi ortaq vurğuların üstündən xətt çəkək. 2 ortaqdır, 2 ortaqdır, 5 ortaqdır. Yerdə qalır 3, 2 və 2. 3 vur, 2 vur, 2. Cavab olur 12.
Y variantı. 73-cü sual. -4,3-2 ədədi koordinat oxu üzərində hansı qonşu tam ədədlər arasında yerləşir? 2 tam ədəd qeyd edirəm. Bura 0-dır. 0-dan sola doğru getdikcə ədədlərin modulları artır. Yəni bura -4, bura -5 olur. Modullar artır, amma ədədlərin özü kiçilir. Ədədlərin qiyməti kiçilir. -4,3-2 isə -4-dən sonra gəlir. Yəni burada yerləşir. -4,3-2-dən sonra isə -5 gəlir. Deməli, -4,3-2 ədədi -5 və -4 arasında yerləşir. Cavab C variantı. 74-cü sual. Bu çoxluqları verilib. Bu çoxluğu hesablayın. İlk öncə A ilə B çoxluğunun birləşməsinə baxaq. A ilə B çoxluğunun birləşməsindəki elementlər 1, 2, 3, 4, 5 və 6-dır. Çünki həm A çoxluğunda, həm də B çoxluğunda 4 ortaqdır. 4-ün birini silsək, yerdə qalır 1, 2, 3, 4, 5, 6. Bu ədədlər qaldı. Və bu çoxluğun C ilə kəsişməsini soruşur. Həm bu çoxluqda, həm də C çoxluğunda olan elementləri seçsək, tapşırığın cavabını tapmış oluruq. C çoxluğunda 2 var. Burada da 2 var. 3 var. Burada da 3 var. 5 var. Bu çoxluqda da var. Deməli, bu çoxluqların kəsişməsində cəmi 3 dənə element var. 2, 3 və 5. Cavab olur B variantı. 75-ci sual. Fiquru qırıq xətlər üzrə qatlasaq, düzbucaqlı paralelped formalı qutu alınar. Bu qutunun həcmini hesablayın. Gəlin düzbucaqlı paralelpedi təsvir edək. Bura olsun paralelpedin oturacağı. Bu 2 paralelpedin hündürlüyü olur. Buradakı 6 isə paralelpedin oturacağının uzunluğu olur. Paralelpedin həcmini tapmaq üçün A vur, B vur, C düsturundan istifadə olunur. Onda həzm bərabərdir. 6 vur, 5 vurulsun 2. Cavab olur 60. Y variantı. 76-cı sual. ABC üçbucağında MN AC-yə paraleldir. AC 40-dır. CN 18-dir. BN 12-dir. MN parçasının uzunluğunu soruşur. Bu iki tərəf paraleldir. Həm üçbucaq MBN-də, həm də üçbucaq ABC-də B bucağı ortaqdır. Bura alfadırsa, burada alfa olur. Paralel düz xətlərə görə uyğun bucaqlardır. Burada beta olsa, onda burada beta olur. Çünki bunlar da uyğun bucaqlar olur. Deməli, üçbucaq MBN ilə üçbucaq ABC oxşar üçbucaqlardır. Uyğun tərəflərin nisbətini tapsaq, kiçik üçbucaqda betanın qabağına duran tərəf 12-dir. Böyük üçbucaqda betanın qabağına duran tərəf isə 12 üstəgəl 18-dir. Kiçik üçbucaqda B bucağının qarşısında duran tərəf MN-dir. Böyük üçbucaqda B bucağının qarşısında duran tərəf isə AC-dir, yəni 40. Bu tənasübü həll edib MN-i tapa bilərik. 12 bölünsün 30 bərabərdir MN bölünsün 40. Onda MN bərabər olur 16-ya. Cavab 16. 77-ci sual. Ən böyük 2 rəqəmli ədədlə məxrəci 33 olan ən böyük düzgün kəsin hasilini tapın. Ən böyük 2 rəqəmli ədəd 99-dur. Məxrəci 33 olan ən böyük düzgün kəsir isə 33-də 32-dir. Və bunların hasilini soruşur. Bunu hesablasaq, 3 vurulsun 32, cavab olur 96. 78. Mərkəzi O koordinat başlanğıcında olan iki çevrə uyğun olaraq A və B nöqtələrindən keçir. A və B üçbucağının sahəsini tapın. Şəkli təsvir elədik. Mərkəzi O nöqtəsindədir və bir çevrə 6-0 nöqtəsindən, o birisi isə 0-4 nöqtəsindən keçir. 6-0 nöqtəsindən keçən böyük çevrədir. Deməli, bu nöqtə A6-0 nöqtəsidir. 0-4 nöqtəsindən keçən çevrə isə kiçik çevrədir. Deməli, bu nöqtə B0-4 nöqtəsi olur.
Bizdən AOB üçbucağının sahəsini soruşur. A və B nöqtəsini birləşdirsək, AOB üçbucağını alarıq. Koordinat oxları bir-birinə perpendikular olduğuna görə AOB üçbucağı da düzbucaqlı üçbucaq olur. Bu məsafə 6-dır, çünki x 6-dır. Bu məsafə isə 4-ə bərabərdir, çünki y -4-dür. Onda S üçbucaq AOB bərabərdir. Katetlərin hasilinin yarısı 6 vur 4 bölünsün 2. Cavab olur 12. 79-cu sual. M1 və M2 birhədlilərinin cəminin dərəcəsi 18-dir. M1 üstəgəl M2 dərəcəsi 18-dir. M1 birhədlisinin dərəcəsi 6-dır. M2 birhədlisinin dərəcəsini soruşur. 2 dənə birhədlinin cəmin çoxhədlini verir və çoxhədlinin dərəcəsi qüvvəti çox olan birhədlinin dərəcəsinə bərabərdir. Əgər M1-in dərəcəsi 6-dırsa, deməli M2-nin dərəcəsi 18 olub. Çünki 2 dənə birhədlinin cəminin dərəcəsini tapmaq üçün hansı birhədlinin qüvvəti böyüdürsə onu seçirik. Deməli M2 birhədlisinin dərəcəsi 18-ə bərabər olur. 17 bədii və 18 elmi kitab var. Kitabların onu satıldıqdan sonra təsadüfən bir kitab seçilir və bu kitabın elmi kitab olması ehtimalı 5-də 2-dir. Bizdən neçə elmi kitabın satıldığını soruşur. Satılan bədii kitabların sayını x ilə, elmi kitabların sayını y ilə işarə edək. Ümumi 10 kitab satıldığına görə x üstəgəl y cəmini 10-a bərabər edə bilərik. Ümumilikdə 35 kitab var idi. Kitablar satılmamışdan qabaq seçilən bir kitabın elmi kitab olması hadisəsinin ehtimalı 35-də 18 idi. Amma kitabların müəyyən qədəri satılıb. Məxrəcdən satılan ümumi kitabların sayını çıxırıq, surətdən isə elmi kitabların sayını, yəni y-i çıxırıq və bu nisbət 5-də 2-yə bərabər olur. Alınan tənasibi hesablayıb y-i tapmaq lazımdır. Deməli, 8 elmi kitab satılıb. 81-ci sual. Y-in ən kiçik tam qiymətini tapın. İlk öncə bu ifadəni sadələşdirək. X üstəgəl 2y bərabərdir 4y-ə. X bərabərdir 2y-ə. X-i aparıb burada əvəzləyək. 7 kiçikdir. X-in yerinə 2y üstəgəl y kiçikdir 20. 7 kiçikdir 3y kiçikdir 20. Hər tərəfi 3-ə bölsək, 7 böl 3 kiçikdir y kiçikdir 20 bölünsün 3-dən. 7 bölünsün 3 2 tam 3-də 1 edər. Kiçikdir y kiçikdir 20 bölünsün 3 isə 6 tam 3-də 2 edər. Bizdən y-in ən kiçik tam qiymətini soruşur. 2 tam 3-də 1-dən sonra ən kiçik tam qiymət 3-ə bərabərdir. Deməli 81-ci sualın cavabı olur 3. Ana və qızın yaşları cəmi 62-dir. Ananın yaşını x ilə, qızın yaşını y ilə işarə elədikdən sonra x üstəgəl y-i 62-yə bərabər eləyə bilərik. Ananın 4 il əvvəlki yaşı x-4-ə bərabərdir. Qızın 6 il sonraki yaşı isə y üstəgəl 6-ya bərabər olacaq. Və ananın 4 il əvvəlki yaşı qızın 6 il sonraki yaşından 3 dəfə böyükdür. Deməli, sağ tərəfi 3-ə vursaq, sol tərəfdəki ifadəni ala bilərik. İfadəni sadələşdirək. x-4 bərabərdir 3y üstəgəl 18. Dəyişənli ifadələri sol tərəfdə yazsaq, x-3y bərabərdir 22 olacaq. Tapdığımız ifadə ilə yuxarıdakı ifadəni tənliklər sistemi şəklində yazmaq lazımdır. Aşağıdakı ifadədən yuxarıdakı ifadəni çıxsaq, x-lar islah olunacaq, y çıxılsın -3y 4y olur, 62 çıx 22 40-a bərabər olur və buradan y bərabərdir 10 olur. Bizdən ananın indiki yaşını, yəni x-i soruşur. X-i tapmaq üçün 62-dən 10-u çıxmaq lazımdır. 83-cü sual. Qrafikdə test tapşırıqlarının eyni gündə yerinə yetirməyə başlayan Akif və Elnurun hər günün sonunda qalan sual saylarının günlərə görə dəyişməsi verilmişdir. Neçənci günün sonunda Akif və Elnurun qalan sual sayları bərabər olar. Qrafikə baxsaq görərik ki, Akif 15 günə 2100 tapşırıq bitirib. 15 günə 2100 tapşırıq bitirib. Onda bir günə neçə tapşırıq bitirib bunu tapaq. X bərabərdir 140-a.
Elnur isə 20 günə 1800 sual bitirib. 20 günə 1800 sual bitiribsə, bir günə nə qədər sual bitirər? 1800 bölünsün 20, 90 sual. Bizdən isə neçənci günün sonunda qalan sualların sayının bərabər olduğunu soruşur. İndi belə bir tənlik yazaq. Biz bilmirik neçə günə bu suallar bərabər olacaq. Ona görə də həmin günlərin sayını x ilə işarə eləyək. Əgər Akif bir günə 140 sual bitirirsə, onda x günə 140 vurulsun x sual bitirər. Əgər Elnur bir günə 90 sual bitirirsə, onda x günə 90 vurulsun x qədər sual bitirər. Akifin ümumilikdə 2100 sualı var idi. 2100 sual qalmışdı. X günə 140x qədər sual işlədi. Deməli, bundan 140x-i çıxsaq, qalan sualların sayını taparıq. Elnurun isə 1800 sualı var idi və o da x günə 90x qədər sual işləyib bitirdi. Elnurun qalan sualların sayı isə 1800 çıxılsın 90x ilə tapılır. Daha sonra bu tənliyi həll edib x-i tapaq. 140 çıxılsın 90x, 50x bərabərdir 300-ə, x bərabər olur 6-ya. Deməli, 6 gündən sonra Akif və Elnurun qalan sualların sayları bərabər olar. 84-cü sual. Perimetri 20 cm, iti bucağı 60 dərəcə olan bərabəryanlı trapesiyanın diaqonalı oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Trapesiyanın kiçik oturacağının uzunluğunu tapın. Trapesiya təsvir eləyək və verilənləri şəkil üzərində qeyd edək. İti bucağı 60 dərəcədir. Bura olur 60 dərəcə. Və bu bərabəryanlı trapesiyadır. Diaqonalı oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Diaqonal çəkdik və oturacaqla 30 dərəcəli bucağı qeyd etdik. Buradan belə bir hündürlük endirək. Bura 60 dərəcədirsə, bura olacaq 30 dərəcə. Çünki cəmi 90 dərəcəyə bərabər olmalıdır. 30 dərəcəli bucaq qarşısında duran tərəfi x ilə işarə edirəm. Onda hipotenuz 2x-ə bərabər olacaq. Çünki 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabər, yəni 2x-in yarısına bərabər olur. Bir hündürlüyü də digər təpədən çəkirəm. Eyni verilənləri orada da qeyd edirəm. Bərabər yanlı olduğu üçün burada 2x olur. Buranı x tapmışdıq. Burada x-ə bərabər olur. Qaydaq buradakı düz bucaqlı üç bucağa. Bura əgər x-dirsə, onda 60 dərəcəli bucaq qarşısında duran katet digər katetin köklü üçmüsünə bərabər olur. Buranın 30 olduğunu demişdik. Onda bura olacaq 60 dərəcə. 60 dərəcəli bucaq qarşısında duran bu katet digər katetin köklü üçmüsünə bərabər. Yəni x kökdə 3 vurulsun. X kökdə 3 vurulsun kökdə 3. 3x olur. Bura ümumilikdə 3x-dir. Bura x-dirsə, onda burada 2x qalır. Bura 2x-dir, burada 2x olur. Çünki bu düz xətlər paralel və bərabərdir. Tərəfləri x ilə ifadə elədik. İndi bunların cəmini 20-yə bərabər eləyək. 6x üstə gəlinsin 4x bərabərdir 20-yə. 10x bərabərdir 20-yə. X bərabərdir 2-yə. Trapesiyanın kiçik oturacağının uzunluğunu tapın. Kiçik oturacaq 2x idi. X-i yenə 2 qoysaq, cavab olacaq 4. 85-ci sual. ABC üçbucağında BM 12, SM 16 və S üçbucaq AMB 60 olarsa, S üçbucaq ABC-ni tapın. Belə bir düstur var ki, BM bölünsün MC bərabərdir S üçbucaq ABM bölünsün S üçbucaq AMC. Verilənləri yerinə yazaq. BM 12, MC 16-dır. S üçbucaq ABM 60-dır. S üçbucaq AMC-ni isə bilmirik. Buna əsasən hesablayaq. S üçbucaq AMC bərabərdir. Bunlar ixtisar getsə 5 qalar. 5-i 16-ya vursaq 80. Buranın sahəsi olur 80. Şərtdə bizdən üçbucaq ABC-nin sahəsini soruşur. Üçbucaq ABC-nin sahəsi olacaq 80 üstə gəlinsin 60, 140.